Ondan götürdüm. Ben hardayım ha? Nəsə tanış. Deməli bugün proteinlərdən danışacağam. Hamıya salam. Mən artıq 2-3 ildir ki, proteindən istifadə edirəm. Ondan əvvəl proteindən istifadə etmirdim. Əgər siz də proteindən istifadə etmək istəmirsinizsə və yaxud allergiyanız varsa, su və yaxud südün üzərinə bal, qoz, fındıq, kişmiş, çərəzlərdən nəsə kəsmik banan balından qarışdırıb şeydə qarışdırıb içə bilərsiniz idmandan sonra. Amma sonra qoz tapmaq, fındıq tapmaq, kəsmik almaq, banan almaq, bir-bir toplayıb qarışdırıb içmək mənə yorucu gəldi. Ona görə proteini seçdim. Mən əvvəllər vegan alırdım. Onun qutusu bitibdi deyə onu göstərə bilməyəcəm. Əgər vegan bitki tərkibli istəyirsinizsə, Life adın qıraqda şəkli olsa ya da aşağıdan yazaram, onu ala bilərsiniz. Tərkibi çox təmiz olurdu. Sadəcə o sizi məsəl üçün kökəltməz, əzələ artırmaz. Sadəcə müəyyən miqdar qida əlavəsi kimi idi də. Daha sonra bu illəri mən ISO 100-ü aldım. Bunun dadı çox gözəldir, şokoladlıdır. Bunun da tərkibi təmizdir və tez həll olur qanda. Bunu bəyəndim. Hətta bunun ikincisini də aldım və istifadə elədim. Artıq ikisi də bitibdir. Daha sonra belə vegan protein shake. Bu çox dadlıdır. Bunu daha çox bundan içmədim. Pankeklər hazırladım. Yulaf, protein, bananla çox dadlı alınırdı. Bunun qoxusu da super idi. Bu vanilli idi, digərləri şokoladlı idi. Bunu tövsiyə edirəm. Bu mən DM-dən almışdım. Almaniyada olanda sifariş eləmək olur. Məncə bu limited edition idi. Bilmirəm satışda var ya yoxdur. Daha sonra belə bir bu matchadır. Proteinli matcha latte. Çox dadlıdır. Bunu tövsiyə edirəm. Normalda matchalar biraz yosun dadlı olur. Bu latte və proteinli olduğuna görə çox dadlıdır. İndi nə aldım? Bunu hələ istifadə etməmişəm. Mən zalda məşq edəndə bir trener yaxınlaşıb mənə bunu tövsiyə elədi ki, siz bunu için, kompleks içində hər şey var. Mən zalda məşq eləsəm də lazımi qədər qidalana bilmirəm. Çünki hər şeyi yeyə bilmirəm, qoyun əti yeyə bilmirəm, ət sevmirəm, çəkilmiş ət qətiyyən sevmirəm. Yəni hər daim də toyuq yemək biraz ürək bulandırır. Balıq sevirəm. Nəysə də lazımi qədər zulal ala bilmirəm. Və bunu aldım, bunu sınayacağam. Bunu çox adam tərifləyir və oradakı trener mənə bunu məsləhət gördü ki, yəni ağır məşq eləyirsənsə, bunu içməlisən. Bu aldıqlarım deyir ki, yəni daha yüngüldür də, yəni bu səni kompleks deyil də. Amma bu tərkibcə çox super bir şeydir. İndi bunu sınayacağam. Sonra sizlə bunu bölüşəcəyəm. İndi proteini hazırlayacağım. Əslində bugün idmana getməmişəm. İdmana getmədiyim günlər protein içmirəm. Sadəcə dadına baxmaq istədim. Bəlkə bundan sonra idman eləyərəm axşam. Dadına baxıb sizə məlumatlandıracağam. Südlü içirdim. Son 6 ayda südü dayandırdım. Mənə görə, mənim fikrimcə, əgər siz selülitə meyilli bədəniniz varsa, süd selüliti artırır. Yəni bunu müşahidə eləmişəm və südü çıxartdım, su ilə istifadə edirəm. Çox da dadlı alınır. Əslində elə bilirdim ki, içə bilməyəcəm su ilə proteini, amma dadlı alınır. Çünki banan da əlavə eləyirik. Banan ona verir, dad verir. Az hazırlayacağam ki, çünki həm də yemək yemişəm. Qoxusu belədir. Şokoladlı, ISO 100 kimi deyil, o çox dadlıdır mənə görə. Bunu yoxlayacağıq. İçində belə qaşıq olur. Mən heç vaxt bu qaşığı tam doldurmuram. Yarımçıq doldururam. İndi daha az eləyim ki, prosta tak dadına baxıb sizə məlumat verməkdən ötürü. Pis deyil. Amma ISO 100 məncə daha dadlıdır. Amma bu öyle bir daha yüngül
dadı var. Dadlıdır. İçmək olar. Su ilə olar. Südlə daha dadlı alınır əlbəttə ki. Əgər sizdə selüitə meyilli bədəniniz yoxdursa və yaxud süd məhsullarından zaten az istifadə edirsinizsə, süddən istifadə edin. Ya da ki, bitki mənşəli südlərdən istifadə edin. Amma bitki mənşəli südlər çox dadsızdır. Və hər birinin tərkibində şəkər var. No sugar yazılanın belə tərkibində müəyyən miqdarda şəkər olduğuna inanıram. Və məsəl üçün bu qaba yazılır no sugar, amma tərkib hissəsində o sugarın miqdarı bildirilir. Çox maraqlıdır. Nəysə, su ilə için ya da südlə için, necə istəyirsiniz, ürəyiniz necə. Aylarında içinə buz da qata bilərsiniz. Onda çox dadlı olur buzla. Belə.